Din dərin adamların əyninə biçilən bir şeydir. Səthi adamlar bu dindən lazımı qədər bəhrələnə bilməyəcək. Bir gün gələcək ki, bir adam dindar olanda deyəcəklər, hə, dərin adam idi, elə bundan gözlənilən idi. Bu zəkanın sahibi elə dinə gəlməli idi. İnanın, çox ateistlər var, çoxsun adam baxır da qırağına, natamamlıq kompleksləri var. Elə bilirlər ki, Allah inkar edəndə adam qəşəng oğlan olur, Allah yoxdur, cəmaatda tərifləsin bunu. Din gəlməyib və istəyinlə mübarizə aparır. Din gəlib istədiyi verə. Amma sən tap gör nə istəyirsən. Din deyir, istəklərinlə mübarizə apar, deyir, o sən deyilsən. O istəklər sənin heyvanlarla şərik istəklərindir. O sənə məxsus istəklər deyil. İnsan kimi sənin fundamental istəklərin var ki, din gəlib o istəklərə cavab verməyə. Adam bunu görmür, ona görə uyğunlaşa bilmir dinlə. Bəziləri din çox dərindir və ona əməl eləyə bilmir. Əməl eləyə bilmir, özünə sığışdırmır bunu, desin ki, əməl eləyə bilmirəm. Bir sürü nə eləyir? Deyir, əşi, xurafat şeylərdir. Dinin həyatı, praktiki hissəsindən danışan yoxdur, onu izah eləyən yoxdur. Bu minbərlər var, mənim yerimdə oturanların hamısına aiddir, mən onların hamısının kiçik qardaşı. Mənim tövsiyəm budur ki, burada oturanlar cəmaata məlumat verməməlidir, cəmaatı düşündürməlidir, düşüncəli toplum formalaşdırmalıdır. Düşünsə özü tapacaq. Deyir, Allah bir bəndəsinə xeyir vermək istəyəndə ona dində dərin düşüncə verər, dini dərindən başa düşmək neymətini verər. Bir saat, yəni insan bu məsələlər üzərində düşünsə, dərinliyə gedə bilsə, onun orucunun çəkisi artacaq. Orucun çəkisi artacaq, orucu daha ağır çəkidə olacaq. Başa düşən adamın yuxusu, başa düşməyənin bir gecə nalə eləməyindən üstündür. Başa düş, yat, başa düşməyib, gecə gündüz əyilib durub nalə eləməkdən daha yaxşıdır. Kim burada daha çox dərindən başa düşüb dini, anlayıb, o daha fəzilətlidir burada oturanların için. Kərbəla şəhidlərinin içində Həzrəti Əbəlfəz ən üstünüdür. Hədislər belə deyir. Bu bir kimlərin içində birincidir? Həbiblərin, Müslüm ibn Osacələrin, Müslüm ibn Əqillərin. 1000 ildir şövqlə cəmaat ya Əbəlfəz deyir. Bunun bir sirri var da yəqin. 1000 ildən çoxdur. Dərin bir dərya idi. Adam dərinliyi sevir. Ona görə o dərinliyə baş vurmaq üçün onun qapısına gedir. Bu dərinliyə qiymət olaraq İmam Hüseyin dedi ki, bir nəfsi əntə, canım sənə qurban olsun. Gecə gedək Həzrət Əbəlfəzin qapısına, ona salam verək. Deyək, bu Ramazan ayda gəlib, yavaş-yavaş bitir. Neçə belə Ramazan ayı gəldi, getdi, mən düzəlmədim, mən islah olmadım. Amandır, bu da gəlib gedər, bəlkə axırıncısıdır ömrümdə.